Tamam uşaqlar, bugünkü videomuz etibarilə 5-ci sinifin ikinci hissəsini keçid etmiş olduq. İndi ikinci hissədə ilk dərsimiz olan dəyişən olan ifadələrə baxacağıq. Gəlin baxaq, dəyişən olan ifadələr deyəndə nə nəzərdə tutulur? Birinci öyrənmək istədikdə öyrənəcəyimiz şey dəyişən nədir? Ona baxaq. Dəyişən, yəni bizim bilmədiyimiz şeylər olur. Məsəl üçün, hər hansı bir qutu verilsə, həmin qutunun içərisindəki, tutaq ki, qutu var, burada qeyd edeyim. Tutaq ki, qutu var və qutunun içərisində qənd var və yaxud da maşın var. Və maşının sayını bilmirəm. Birində top var, birində maşın tutaq ki. Top, maşın. Ancaq nə qədər maşın, nə qədər top olduğunu bilmirəm. Mən onu neyniyəm? Deməli, təxmini yürüdərdim ki, içərisində neçə dənəsə top var. 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, 4 ola bilər. Natural ədədlər çoxdur, sonsuz sayda ola bilər. Onda mən necə tapa bilərdim? O bilinməyəni bu zaman dəyişən ortaya çıxır ki, bilinməyəni dəyişənlə ifadə edirik. Ki, bu dəyişəni də, yəni burada x yazıb topa, topun sayını müəyyən etməkdən ötürü dəyişənə x yazıb, bilinməyənə də. Amma biz y də eləyə bilərik, a da eləyə bilərik, b də eləyə bilərik. Yəni əlifbanın müxtəlif hərflərlə ifadə eləyə bilərik. Ki, məsəl üçün mən maşında b ilə işarə eləyim və b-yə də sual qoyaq. Mən maşının sayını bilmirəm, topun sayını bilmirəm. Tutaq ki, məsələni həll etsək, yəni hər hansı bir məsələni həll edib nəticəni alsaq və yaxud da ümumən bizə desələr ki, maşının sayı bu qədərdir və yaxud topun sayı bu qədərdir, onu da götürüb burada yazırıq. Məsələn, B, maşının sayı tutaq ki, 2 dənədir. Onda B bərabərdir, 2 şəklində qeyd edə bilərik. Topun sayı da tutaq ki, x idi. Topun sayı nə qədər olduğunu tutaq ki, topda 4 dənədir. 4 dənədirsə, onda mən x bərabərdir 4 şəklində yazırım. Və burada gördüyümüz hərflər dəyişən adlanır. Deməli, dəyişən nədir? Dəyişən naməlum ədədi göstərən hərfdir. Əgər biz harada bir axtarışda sualımız varsa, beynimizdə axtardığımız şeyi dəyişənlə ifadə edəcəyik və ona hər hansı bir hərf yükləyəcəyik. Məsəl üçün, gördüyünüz kimi, qutuda burada kənd yox, qənd olmalıdır. Tutaq ki, qutuda x dənə qənd var və o x dənə qəndin, yəni qutuda biz bayaq tapdığımız kimi 5 dənə qənd varsa, deməli x bərabərdir 5 şəklində olur. Bu belə. Bəs dəyişənə olan ifadə nədir? Bunu bilmək üçün ilk növbədə ifadənin nə olduğunu bilməliyik. Deməli, ifadə nədir? İfadə biz əvvəlki videolarımızda da öyrənmişdik. Orada riyazi ifadələr haqqında danışmışdım. Riyazi ifadələrdə demişdim ki, ədədlər və əməllərdən ibarət idi riyazi ifadə. İndi isə fərqli bir ifadənin başqa növü də vardır ki, riyazi ifadə kimi ədədlər, əməllər eyni zamanda hərflər, yəni dəyişənlərdən, hərflərdən, dəyişənlərdən ibarət olan. Necə ki, məsəl üçün, ədədlər və əməllər. İlk növbədə ifadə ədədlər, əməllər və dəyişənlərdən ibarət olan bütöv bir yazıdır. Ədədlər və əməllər deyəndə nə nəzərdə tutulur? Ədədlər, əməllər toplamadır, vurmadır, çıxmadır, bölmədir və s. mötərizədir. Bax, bunların hamısı əməllər adlanır. Ədədlər isə 3, 4, 5, 3, 5, 3, 7, neyniyib? 5 üstəgəl 3 yazıb, toplayıb bu ədəd ifadə adlanır. Və ədəd ifadənin içərisinə dəyişən daxil olarsa, bu tam ifadə sayılır ki, dəyişən daxil olanda dəyişən daxil olan ifadə adlanır, dəyişən ifadələr. Ki, o ifadələr ifadənin özü yazılır, amma bərabərdir işarəsi qoyulmur. Yəni, tam misal olur, tutaq ki, gördüyünüz kimi 7 vurulsun 2. Bərabərcisi yazılmır. Amma biz hesablayanda 7 vurulsun 2-nin cavabını tapırıq. Bunu əvvəlki videolarımızda da öyrənmişdik. Bu ədədlər və əməllərin içərisində dəyişən də daxil olanda ki, x plus 4, 2 dənə a və yaxud da 10 minus y. Yəni, bunu bir əlifbanın hərfi olaraq yox, hərfin yerində duran 1, 2, 3 bilmədiyimiz natural ədədlərdən və ya bildiyimiz ədədlərdən hər hansı bir olaraq görün. Yəni, bilmədiyimiz bir ədəd var, o ədədi 2-yə vururuq. Bilmədiyimiz bir ədəd var, onun dördügəl reyonun üzərində. Və yaxud bilmədiyimiz bir ədəd var ki, ondan həmin ədədi çıxırıq. Bax, bu dəyişən adlanır. Əgər bunun içərisinə bütöv bir ifadə, yəni hər hansı bir riyazi quruluş nəzərdə tutulur. Riyazi quruluş dedikdə, məsəl üçün, x plus 4 bu dəyişən olan bir ifadədir, deyilmi? Əgər biz mötərizə qoyub, tutaq ki, onun kvadratını tapsaq və yaxud kvadratını tapırıq. Onun üzərinə bir də 3 gəlsək. Onda neyləmiş oluruq? Bax, bu özü riyazi ifadə sayılır. Qarşısında da 2-yə vursaq, bax, bu özü riyazi ifadə sayılır, yəni bütövlükdə. Ümidvarım başa düşdünüz. Burada dəyişən isə bilmədiyimiz bir ədəddir.
Daha rahat dildə belə də ifadə edə bilərəm. Tutaq ki, 2 dənə otağımız varsa, mən bu otaqdan, yəni bir otaqdan gedib o bir otağa hər hansı bir şey gətirib qaytarıb yerinə qoyuram. Məsəl üçün bu nə ola bilər? Çanta ola bilər, çanta ola bilər, ə, qələm ola bilər. Hər dəfə bunu təkrar edirəm. Yəni bir otaqdan digər otağa gedirəm, geri qaydanda çanta gətirib gəlirəm. Və yaxud da yenə həmin geri qayıdıram, sonra qələm götürə bilərəm. Bu fikir verdiniz, bu əməliyyat ancaq mən bir otaqdan bir otağa getməyimdir. Yəni bu ifadə adlanır, hərəkət adlanır. Ancaq götürdüyümüz əşyalar eyni şey eləyirəm. Otağa keçirəm, həmin otaqdan nə götürürəm? Çanta götürə bilərəm, qələm götürə bilərəm, yaxud da kitab götürə bilərəm. O isə dəyişən adlanır. Dəyişən isə əlifbanın hərfləri ilə işarələnir. Yəni ki, dəyişən biz bilmirik. Yəni çanta da ola bilər, qələm də ola bilər. Yəni 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, 4 ola bilər. Bunu bilmirik. İfadəni belə təsəvvür etsəz, əla olar. Deməli, dəyişən olan ifadələrdə, əməliyyatlarda x-in yerinə istənilən ədədi qoya bilərik. Yəni, dəyişənin yerinə istənilən natural ədəddə və ya başqa bir ədədləri yaza bilərik. Yəni, kəsr olan ədədlər də daxildir buna. Tək natural ədədlərə aid deyil, yazmaq mümkündür. Məsələn, buradakı x-in yerinə gəlin biz hər birinə də eyni qiymət verək istəyirsiniz. Yəni, x yox. Məsəl üçün, x-ə verə bilərik 1, 3, 4 bu aralıq. X-ə 1, 3, 4 verdikdə gəlin həllə baxaq. X plus 5. X plus 5 deməli, ifadəsinin həlli necə olur? Deməli, 1-in üzərinə 5 gəldikdə 1 plus 5 eləyir 6. 3 plus 5, x-in yerinə 3 verdim. 3 plus 5 eləyir 8. 4 plus 5 də eləyir 9. İndi isə başqasına verək. Başqası, məsələn, ikinci ifadəyə baxaq. 2 ilə A-nın hasili deyil. Vurma da var burada. 2 ilə hasil olduqda, indi isə nə yazaq? A-nın yerinə qiymət verək. Yenə eyni qiymətləri verək. 1 verək, 3 verək, 4 verək. Və ifadəmiz nədir? 2 vurulsun A. A-nın yerinə qiymətlər yazırıq. 1, 2 vurulsun 1, bərabərdir 2. 2 vurulsun 3, bərabərdir 6. 2 vurulsun 4, bərabərdir 8. Fikir verdiniz, verdiyimiz rəqəmlər eynidir, amma aldığımız cavablar fərqli ola bilir. Çünki ifadələr də fərqlidir. 10 minus y-də də, 10 minus y-də də y-in qiymətini də verək. Məsəl üçün, y-də də yenə eyni qiymət verək. Y-ə 1 verək, 3 verək və 4 verək. Daha sonra hesablayaq. Deməli, 10 minus y-dir. 10 minus y ifadəmiz budur. Y-in yerinə, deməli, y-in yerinə 10 minus 1 versək, eləyir cavab 9. 10 minus 3 versək, eləyir cavab 7. 10 minus 4 versək, cavab 6. Yəni, ifadələrdə hər dəfə ədədlər, qiymətlər verərək nəticəni ala bilirik. İndi isə biz ifadələri, dəyişənin nə olduğunu, ifadənin nə olduğunu öyrəndik. Bəs ifadəni, məsələlərdən biz ifadəni özümüz necə qura bilərik? Ona baxaq. Onu qurmaq üçün ilk növbədə, məsəl üçün, birinci nümunəyə baxaq. Birinci nümunədə. Deyir ki, səbətdə alma var. Səbətdəki almaların sayının üzərinə 3 dənə alma əlavə etdik. Ümumi ifadə, yəni ümumi səbətdəki almaları ifadə et. Necə ifadə edə bilərəm? Axtarılanımız, bizə naməlum olan daha doğrusu nədir? Səbətdəki almaların sayı. Deməli, səbətdə alma. Səbətdəki ilkin almaların sayını bilmirik. Ona görə də ona x-də işarə edirəm. Bəs deyir, sonra nə deyir? Səbətdəki almaların üzərinə deyir, 3 alma da əlavə etdik. Əlavə edilən əlavə edilən 3-dür. Onda deyir, ümumi səbətdəki deyir, almaların sayını ifadə et. Ümumi sayı nə qədər olur onda? Belə baxırıq. Ümumi sayı, səbətdəki almanın sayı x-dirsə, onun üzərinə əlavə ediləni 3-ü əlavə etməklə tapa bilərik. Və sonda aldığımız x plus 3 səbətin üzərində, yəni səbətdəki almanın üzərinə 3 alma əlavə etməyin nəticəsidir. Və yaxud da belə baxaq. Deyir ki, Ayselin pul qabında ki, pulların üzərindən 5 manat pul götürdü. Aysel pullarının üzərindən 5 manat pul götürdüsə, qabında qalan pulu ifadə edir.
pul qabında qalan pulu ifadə etmək üçün nə edərdik? Əvvəlcə biz pulu bilməliyik. Yəni əvvəlki pulu bilməliyik. Əvvəlki pulu bilmirik. Bilmədiyimizdə nə ilə işarə edirik? Hər hansı bir hərflə. Burada da bilmədiyimizi y ilə işarə edirik. Daha sonra deyir, həmin puldan deyir 5 manat götürdü. Onda nə edirik? Üzərindən 5 manat, həmin bilmədiyimiz pulun üzərindən 5 manatı çıxdıq. Nəticədə nəyə almış oluruq? Yerdə qalan bank, yəni bizim pul qabımızda qalan pulu bilmiş oluruq. Bu isə yerdə qalan pulun ifadəsidir. Ya da ki, sinifdə deyir A sayda şagird var. Və qapıdan deyir, bir A qədər də şagird gəldi. Onda deyir, sonda deyir, sinifdə şagirdlərin sayını ifadə et. Deməli, sinifdə şagird var. Nə qədər şagird var? Mən bilmirəm. Bilmədiyimi nə ilə işarə edirdim? Dəyişənlə. Dəyişən də nədir? Hər hansı bir əlifbanın hərfi. Mən də onu nə ilə götürürəm? A verirəm, stat kimi. Dəyişəni A götürdüm. A sayda sinifdə şagird var. Deyir, bir o qədər də şagird gəldi. Bir o qədər nə deməkdir? Yəni, üzərinə bir o qədər də şagird gəlmək. A sinifdə şagird var idi, A sayda şagird gəldi. Sonda nə qədər şagird elədi? 2 dənə A qədər. 2 dənə A qədər. Yəni, sinifdə 2 misli qədər şagird var və bunu 2A ilə ifadə etdim. Bu da belə. Yəni, gündəlik həyatda bilmədiyimizin yerinə hərf qoyuruq, əlifbanın hərfini və normalda necə məsələni həll eləyərdik? Tutaq ki, burada indi y verdim, amma y-in yerinə desəydim ki, Kaşlokunda Aysel'in 10 manat pulu var. Azeyn. 10 manat pulu var və 10 manatdan 5 manatını xərclədi. Yerdə nə qədər pul qalar, onu nətər bilə bilərdik? 10 minus 5 və 5 cavabda 5. Bu şəkildə tapa bilərdik. Təsəvvür edin ki, bu onun yerinə biz bilmədiyimiz ədəd var. 10 dolar bilər, 15 dolar bilər, 20 dolar. Bu belə. İndi isə ifadənin qiymətinin tapılmasına baxın. İfadənin qiymətinin tapılması o deməkdir ki, ifadə nə idi? Bərabərdə olmayan bir əməliyyat. Yəni, bərabərdə işarəsi verilmirdi və gördüyünüz kimi, bərabərdə işarəsi verilmirdi, sadəcə ifadənin özü verilirdi və biz həmin ifadənin həllini tapanda, yerinə qiymət qoyub tapanda olurdu ifadənin qiymətinin tapılması. Bayaq da izah elədiyim kimi, sonda qalan pul qiyməti nə olurdu? Kaşlokdan 5 manat götürəndə -5. Biz nə etdik? Dəyişəni tapdıq. Dəyişəndən sonra ifadəni qurduq. Dəyişəni tapdıq, ifadəni qurduq. Daha sonra isə həmin ifadədə dəyişənin yerinə qiymətlər veririk. Necə ki, məsəl üçün, y-ə 1 verə bilərik, 2 verə bilərik, 3 verə bilərik. Y-ə 1 verdikdə 1 verilməkdən doğrusu. Çünki mənfi manatımız olmur. Yəni, 1-dən 5 çıxdıqda kiçik manat alır. Necə ki, burada siz gördüyünüz kimi, burada əvvəldə misalda necə ki, əvvəlki nümunələrdə gördüyümüz kimi yazmışdıq, nə eləmişdik? Kaşlokda qalan pulu y-5 yazmışdıq. Kaşlokda qalan pul y-5. İlk növbədə nə edirdik? İfadələri qurmaqdan əvvəl dəyişəni müəyyən edirdik. Dəyişəni müəyyən etdikdən sonra ümumi ifadəni qururduq və ifadənin qiymətini tapmaq üçün də y dəyişəninin yerinə qiymət qoyub həll edirdik əməliyyatı. Bu əməliyyatı həll etmək üçün də y-ə məsəl üçün nə verə bilərik? 6 verə bilərik, 7 və yaxud da 9. Qiymət nəticədə nə olurdu? Y-in yerinə məsəl üçün, buradan birini seçib 9-u qoyaq. Y-in yerinə mən y-in yerinə 9 qoysam nə eləyər? 9 minus 5 bərabərdir 4. Bax, bu aldığımız nəticə ifadənin qiymətidir. Bu da belə. İfadənin qiymətidir. Algoritmi də bu şəkildə həyata keçirilir ki, dəyişəni tapırıq, dəyişənin yerinə ədəd qoyuruq, hesablayırıq və cavabı yazırıq. Burada aşağıda nümunələr var. Gəlin nümunə üzərindən göstərim sizə. Nümunə üzərindən göstərək, ilk növbədə yazaq. Deyir ki, x plus 4 ifadəsinin dəyərini, yəni qiymətini tap. İfadənin qiymətini qiymət deməkdir. Yəni qiymətini tapmaq üçün nə edirdik? X bərabər 3 verilir. X-in yerinə 3 qoyardı. X-in yerinə 3 qoyanda 3 plus 4 bərabərdir. Nə eləyirdi? 7. Deməli, cavabımız 7-dir. Bu da belə. Deməli, ifadənin dəyəri, qiyməti 7-dir. İndi isə 10 minus y. 10 minus y-də y-in yerinə deyir. Y bərabərdir 5 olduqda. Y bərabərdir 5 olduqda y-in yerinə 5 qoyuruq, nəticəni tapırıq. Əməliyyatı həyata keçiririk. 10 minus 5 olanda nə edir? Cavab 5. İkincisində 2A deyir. A bərabərdir 2 olduqda, A bərabərdir 2 olduqda A-nın yerinə 2 yazılır. 2 vurulsun 2A beləcək. Onda 2 vurulsun 2 bərabərdir. Cavab 4. Deməli, A bərabərdir 2 olduqda ifadənin qiyməti 4-dür. Bu da belə oxunur. Əgər y bərabərdir 5 olduqda 10 minus y ifadəsinin qiyməti 5-dir. X bərabərdir 3 olduqda x plus 4 ifadəsinin qiyməti 7-dir. Bunu da bu şəkildə, uzun şəkildə cavabında aydın yazmaq lazımdır. İndi isə burada asandan ortaya qədər tapşırıqlar var ki, burada məsəl üçün ilk növbədə orta tapşırıqlarda bayaq asan idi, çox sadə. İndi deyir 2x plus 3-ün deyir ifadənin qiymətini tap. X bərabərdir 4 olduqda. X-in yerinə 4 qoyulmuş. X-in yerinə 4 verib yazaq. Deməli,
2 vurulsun. X'in yerine koyduk. 4 vurulsun 4 ve üzerine 3 geldi. Beraber. Deməli, x'in yerine 4 vurduk 4'e. 2 vurulsun 4 ne eləyir? 8. 8'in üzerine de 3 gəlir. Eləyir 11. Deməli, x plus 4 olduqda 2x plus 3'ün ifadəsinin qiyməti 11'dir. Daha sonra y bərabər 6 olduqda 3 minus 5'in baxın. Onda ne elədik? İlk növbədə ifadəni yazırdıq. 3 y minus 5 və y-in yerinə verilən qiymət yazılır. Verilən qiymət də nədir? 6. Deməli, 3 vurulsun, 6 çıxılsın, 5. İlk növbədə əməliyyatda nəyi yerinə yetirirdik? Vurmanı, daha sonra çıxmanı və toplamanı. 3 vurulsun 6 eləyir 18, 18 çıxılsın 5 də bərabərdir 13. Deməli, y bərabər 6 olduqda 3y minus 5 ifadəsinin qiyməti 13'dür. Daha sonra a bərabər, burada artıq 2 yenə dəyişənimiz var. Yəni, əgər bir ifadədə müxtəlif sayda dəyişənlər ala bilərəm. Yəni, 3 dənə dəyişən yaza bilərəm. Burada a plus 2b çıxılsın c də yaza bilərəm. Yəni, istənilən qədər dəyişən əlavə edə bilərəm ifadəyə. Burada 2 dənə dəyişən var. 2 dənə dəyişəndə hər birinin yerinə öz ədədini yazaq. A-nın deməli 2 vurulsun b nə idi? Yerinə 2 qoyanda 2 vurulsun 2 bərabərdir 4 edir. Deməli, bunun cavabı 4. A-nın da yerinə qoyduq 3. Ümumi cavab nə edir? 3 plus 4 bərabərdir 7. Deməli, A bərabərdir 3 və B bərabərdir 2 olduqda A plus 2B ifadəsinin qiyməti 7-dir. Bu ifadənin qiymətini də bu şəkildə tapmış olduq. İndi isə əyləncəli fəaliyyətlərimiz var. Bunu ekrana dayandıraraq siz özünüz də həll edib tapa bilərsiniz. Bunu sizin öz ixtiyarınıza buraxıram. Çox sadə və çox asandır. Tapmaq da heç çətin olmaz deyə düşünürəm. Baxın. Əgər ekranı dondurub düzgün cavablar tapa bilirsə, aferin sizə. Növbəti isə burada görürük, yekun tapşırıqlarım var sizə. İndi isə yekunda biz nə öyrəndik? Bugünkü videomuzda öyrəndiyimiz dəyişən idi. Dəyişən, yəni naməlum ədədləri göstərən hərflər idi dəyişənlər. Əlifbanın hərfləri ilə işarələnə bilirdi. İfadə isə ədədlər, hərflər və əməllərdən ibarət olan birləşməsi idi ki, bu bilirik ədəd nədir, hərf nədir, əməllər nədir? Bunları da öyrənmişik. Dəyişənin yerinə ədəd qoyaraq qiymətin tapılması, bunu da ən sonda öyrəndik. Burada isə ev tapşırığımız var. Ev tapşırığını da qeyd edərək və yaxud da ekranı qayd edə bilərsiniz. Donduraraq hər hansı bir dəftərinizə misalları köçürə bilərsiniz. Köçürüb həll etməyinizi və yorum qisminə cavabları yazmağınızı istəyirəm. Ümidvaram bugünkü dərsimiz sizə anlaşıqlı oldu. Biraz fikir versəz, videolarınızda da dəyişikliklər etmişəm. Əgər indiki kəşfiyimiz stildə videolarımı bəyənirsinizsə, bunu da yorum hissəsinə qeyd etsə sevinərəm.